Salam dostlar, bu günləri biz sizinlə korobka, qanun korobkası haqqında danışacağıq. Bunu mən ümumiyyətlə istifadə eləmirəm, amma bəzən xeyri var. İndi bunun bir neçə metodla çəkilməsini göstərəcəm. Əsasən də ən çox çəkilmə metodu burada və bunun parametrləri haqqında biz sizə danışacağım. Deməli, üstünə vururam. Birinci növbədə elə belə yerdə çəkim. Sadəcə 2 verin. Burada Fibonacci'ye göre Fibonacci. İndi mən göstəricilər sizdə başqa olacaq, rənglər başqa olacaq, məndə başqadır. Deməli, burada gördüyünüz kimi bu hissələrə beləncə düşüşə Fibonacci'ye göre, yəni göstəricilərdir. Bu zamana görədir. Bu da Fibonacci'ye göre göstəricilər yuxarıdır. Bunu mən qoymuşam 23-38, yəni yenə də buna faizi görə götürülüb, böyütdüm, balacalaşdırdım. Əvvəlki videoma baxsa Fibonacci haqqında. Burası göstəricilərlə göstəririm. Və burada da belə xəttlər var, onu mən bağlamışam. İndi biz bunu parametrinə vurub, üstünə parametr vurub biz bunu içindəki nastroykalara baxacaq. Gəlin diqqət yetirək. Burada qiymət, yəni buradan bura qalxmasıdır. Mən fikir verin 0. Yəni bunu burada aşağıdan yuxarı çəkmişəm, yəni 0-dır. Tərsinə çəksəz 0 yuxarıda olacaq. Fikir verin, qoyduğum rəqəmlər 618, 1, 23, gözü rəngi kök rəngi 23, 50, özüm rəngləri burada dəyişə bilərsiniz. 76, bu 75 olmalıdır. Mən burada 76 eləmişəm. Bəzi səbəblərə görə gələcəkdə vaxtda da danışacağım. Mətnlər hansı yerdə olsun, o göstərmək üçün qoymuşam. Fon, yəni fon prozraçın olsun, yoxsa içi rəngli olsa. Mən şəffaf qoymuşam. İndi isə vaxta görə səviyyələrdir, vaxta görə. Keçirəm belə. Yuxarıdan aşağı gedən həmən bir nastroykalardır, gördüyünüz kimi. Vaxta görə bunlar 0, babı 0 göz rəngi beləncik və yuxarıdan aşağı eyni bu göstəriciləri də beləncik qoymuşam. Sonra nə gəlin? Biraz iri çəkdim ki, indi bax. Deməli, burada da quş qoyanda, yəni bu fikir həmən göstərici solda da var, sağda da var. Yəni, burada özünüz istəyəsiniz bir tərəfdən, ancaq buradan göstərsin və yaxud da yuxarıdan aşağıdan da həmən söhbətlərdir. Yəni. İndi isə keçirik, buradan keçirik Uqula. Bax, Uqul. Uqulları mən qoymamışdım. Fikir verin. Uqulları mən qoymamışdım. Burada isə uqunlardır. Yəni, bucaqlar. Həmən bu, sizə dediyim kimi, çəkilən o 45 dərəcədə çəkilən verqandır. Baba, bunlar verqanlardır, bunlar. Bunlar verqanlardır. Bunlar verqanlardır. İndi burada çaşdırıcı olur. Görürsünüzmü? Hamısı qoşulub. Dostlar, burada bunu qoyanda indikatoru var bunu. İndikator Trading View'da bu Gunbox'un indikatorları var cübəcür. Orada özün bunları düzəldə bilirsən. Amma burada instrumentdə mən ona görə çox xoşum gəlmir ki və Uqul qoydun. Bunları üstdən düşənləri ləv eləyə bilmirəm. Buradan məsəl üçün gəlsin, bir də aşağıdan gəlsin. Bu hissələri istəmirəm olsun. Ona görə burada bir qarmaqatışıq yaranır. Yəni baş açmaq olmur da nədir? Ona görə mən burada Uqulu söndürürəm. Görürsün, Uqul olanda bunlar da həmən rəngdə olur və boz rəngdə. Çünki bu da 90 dərəcə sayılır. Beləncik. İndi isə biz keçirib bunu bəzi metodlarda çəkmək sorun. Deməli, baxaq. Çox zaman nə edirəm? Məsəl üçün götürdük, belə deyək. Təsəvvürün ki, qrafik gəlib, ilk maksimumu buradadır və buradan bu tərəfə indi ölçməlidir. Deməli, nə edir insan? İnsan götürür minimumdan. Yəni aşağıdan yuxarıdan. Magneti yandırmışam ki, yəni görsəniz. İnsan götürür minimumdan. Və gətirir maksimum. Maksimuma gətirib beləncə qoymur da. Yəni bu hissədən belə yapışdırmır. Niyə? Çünki istəyir ki,
Bəziləri bunu maksimumu saxlayır 0.38-də. Belə metodu biraz düz çıxır. Niyə? Çünki ilk dönüş hissəsi 0.38 olma ehtimalı var. Ona görə də bunu 0.38-də saxlayır. Bəziləri isə 0.5-də saxlayır ən maksimum yerini. Bax, ən maksimum yeri burada. Yəni bu xəttə, məsəl üçün, bir dəqiqə, indi post biraz çəkim. Bax, bu xətti elə ki, ya maksimum görürsünüz 0.50-də qalır, biraz alt hissədə, üst hissədə düzəldir. 0.50-də, bax, beləsi 0.50-də. Yəni də ki, 0.38-də. Bu nədir? Deməli, qiymət 50%-ə kimi getdikdən sonra düşüş vermə ehtimalı var. Ondan sonra burada nə baş verir? Bax, diqqətlə gəlin baxaq. Gəlin oturaq baxaq. Niyə mən 0.75-i yox, 0.764-ü yazmışam? Sizlər belə bilməzsiniz. Sizlər bu fokusları bilməzsiniz. Deməli nədir? Özü qızıl rəngdə eləmişəm. Görürsünüzmü? 618-dən 0.764 buradadır. Görürsünüzmü? Bu da qızıl rəngindədir. İndi diqqət yetirək qrafik. İlk, yəni qalxış 0-dan maksimumu götürmüşük. İndi görürük uyğun gəlir. İlk qalxış 0.23-də özünü tutubsa, nəticə göstəribsə, yəni dəyib dəstək və müqavimət yeri oynayıbsa, növbəti hissələrdə, bizim qrafiklərdə bu hissələrdə oynamalar olacaq. Fikir verin, bax, burada oynama olub, burada oynama olub, burada oynama olub. Ondan əlavə, indi isə burada 0.50-də düşüş gedirsə, 618-də hardasa qalxış olmalıdır. 618-də abratka olmalıdır. Sonra fikir verin, 764-də bu hissədə bir dənə düşüş verir. Qan boksun keçəndən sonra bu artıq boks faydasız sayılır. İndi isə biz günlük qrafika uyğun bunu çəkməliyik. Deməli, götürdüm qan boksu. İlk sıçrayışlar buradan başlayıb, güclü sıçrayışlar. Peki. %0.50'ye koydum. Ve dikkat edin. 0.23 arası oynayıp görürsünüz mü? Ve 0.38'den sonra bir parti ondan qalxıb 50%'dan müqavimət göstərib alınmayıb. Bu hissədə sıçrayış verib üstündən 764'də müqavimət gözləyib və yuxarıda birdə düşüş verib. Birdə özüm qoydum da düşüş. Buradan bura məsafəni götürdüm və baxdım ki, uyğun gəlir ya yox. Əgər bu uyğun gəlirsə, deməli növbəti qayıdışlarda, növbəti dönüşdədir. Bu 0.23 bizdə güclü zona olmalıdır. Baba fikir verin, 0.23. Çünki bu hissələr bizim güclü zonalarımız sayılır. Ona görə deyirəm ki, bunu mən çox istifadə eləmirəm ki, çünki ver qanı çəkmək olur qrafikdə. Sonra neyirəm, buna uyğun lazım gəlsə elə bir ki, buradan belə Fibonacci-mı ataram, baxaram da. Yəni bu Fibonacci uyğun rəqəmlərdir. Mən Fibonacci-ni götürsəm, fikir verirsiniz, indi bir balaca burada fərqi oldu ki, maqnit çək, bu da bir balaca aşağıdan götürüb bir dəqiqə düzəld. Düz gəldi. Aha. Düz gəldi, bir balaca yuxarıda fərq var. Heç normal. Yuxarıdan əlavə də burada tərsinə götürdü. Çünki geridir. Elə burada tərsinə gedir. Bir dəqiqə. Aha, indi düzəltdim. İndi fikir verin. O niyə tərsinə lazımdır ki, onu tərsinə qoymuşdum. Çünki buradan belə çəkəndə qiymət dönüşdən görürsünüzmü? Burada dönüş. Dönüşdə haradan qayıtma ehtimalı var. Yəni, indi baxaq. Diqqətlə fikir verin.
Görürsünüzmü? Burada arıca 0.23'ü mən əlavə eləməmişim. 0.38, 50, 618, 786 biraz yuxarıdır. Çünki burada 764'dür sıfırla. Görürsünüzmü? Fərq eləyir. Bunu da mən 764 eləsə, burada da böyük bir fərq olacaq. Yəni bunu mən qanun çəkincə götürüb bunu çəkə bilərəm. Bunlar da nəyə görə lazımdır? Göyə ki, bu məsafədən bir harcısı dönüşlər ola bilər. Onu başqa bir metodla hesablayırlar. Yəni zaman dövrünə görə dönüşlər. Ona görə mən qan boksu xoşlamıram ümumiyyətcə. Xoşum da gəlmir. Amma bəzi kriptalar var ki, qan boksuna uyğun işləyir. Kripta deyəndə bəzi Forex-də valutalar var ki, onlar qan boksuna uyğun işləyir. Qan boksu orada super işləyir. Ya, insanlar məsəl üçün onu istifadə eləyir. Yəni dediyim kimi onu istifadə edincə elə Fibonacci-ni istifadə elədi yəni. Bu qədər. Qan boks haqqında bu qədər. O vaxtda mən sizə danışanda, kitabdan oxuyanda dedim ki, qan boks elə də deyil, amma sadəcə sizə deyirəm, bir izahını verirəm. Bəziləri var 0.38-də məsəl üçün qoyub. Pozaq bunu da pozaq. Yəni indi gətirdim maksimumu qoydum 0.38-ə. Bax maksimumdur, görürsünüz. Maksimum qoydum 0.38-ə. Əslində çox vaxtı işləyəndə belə götürmək lazımdır. Mən niyə burada 0.38 382 0.382 dəqiqliyinə 0.236 bax dəqiqliyinə bunları belə yazmaq lazımdır. 0.764 dəqiqliyinə. Bu standart deyəndə standart yəni ən güclü işlənən rəqəmləri burada fikir verdinizmi? Yəni burada fikir verin. Və bu görürsünüzmü? Sarıdır. Və bu hətt də sarıdır, bu xətt də sarıdır. Fikir verirsiniz burada qiymətlər nə edib? Yəni fikir verin burada 38 ilə götürəndə 618-də yerinə düşə bilər. Ona görə 0.50 ilə yox, çox zaman 0.38 ilə götürün. İndi 2 rəqəmini demirəm də 0.382 ilə. Maksimumu ora qoymaq lazımdır. Əslində ən çox işlənən formatı beləncidir. Yəni bunun da sirrini sizə dedim. Bölüşün videonu, like vurun, paylaşın ki, sosial şəbəkələrdə yeni videolar çəkmək olsun. Eləncə də yuxarıdan aşağı baxanda, yəni həmən formatı qoysan bunu, məsələn yuxarı çəkirsən aşağı, məsəl üçün. Bir dəqiqə bir balaca qrafik verir. 0.38 maksimalsı da hamıdır. Və gətirim ki, arzu 0.38 düşüş. Fikir verin, qiymət 0.23'də oynadı. Görürsünüz, burada da oynayır. 50'ye yaxın gəlib, sonra gedib. Sonra qiymət 50'də bir partiya qalxıb. 0.38 indi düşür 50%. Hazır bu hissələrdə qiymət təzdən oynamalıdır. Ona görə bu qan boksu elə də üstünlük vermir. Sadəcə mən sizə deyirəm, prosta rəqəmləri də göstərirəm, gizli saxlamıram da, yəni əsas xüsusi rəqəmlərdir. Yəni kim necə istəyir, baxsın, istəyir alındıra bilir, yox. Mən qan boksun üstündə bir də X çəkmişəm. Profi rəqəmlər durub, hansı rəqəmlərə diqqət etmək lazımdır, xüsusi yazma. Amma mən bununla işləməyi xoşlamıram ona görə. Hələlik dostlar.